Siz salamlayıram sizi. Salman, ilk əvvəl başlayacağım səndən. Bir qədər bax bu təşkilat, onun gördüyü işlər, həyata keçirdiyi layihələrdən danışaq, daha sonra keçərik dostların da fikirlərinə. Asan Könüllülər Gənclər Təşkilatı 2013-cü ildə dekabrın 17-sində bir qrup gənc tərəfindən yaradılmışdır. Və bunun ilk qurultayı dekabrın 19-da keçirilmişdi və bu qurultayda bir illik fəaliyyət istiqaməti müəyyən olmuşdu və bu bir illik fəaliyyət istiqamətində müəyyən layihələr keçirilmişdi. Və bu Asan Könüllülər Gənclər Təşkilatı 2 illik fəaliyyət istiqamətində 100-ə yaxın layihə, 150-yə yaxın təlimlər və belə deyək, 5000-ə yaxın könüllü bazası özündə toplamışdır. Bu 5000-ə yaxın könüllü bazasında demək olar hər biri könüllü əhatə edən layihələr keçirilmişdir. Bu layihələrdən ən böyüyünü Asan Akademiya, Natiqlik Klubu, Gənc Beyin layihələrini adını çəkmək olar. Belə deyək, Asan Könüllüləri dövlət gənclər siyasətinin ən böyük dəstəkçilərindən biri olmuşdur. Asan Könüllülərinin son layihələri təzə yay məktəbi layihəsi keçirilmişdi və bu yay məktəbi layihəsində 60 yaxın könüllü iştirak eləmişdi və bu könüllülər orada özlərinin asudə vaxtını səmərlik keçirilmiş, öz fərdi inkişaflarına təkan vermişdilər. Salman, mən bir söz soruşum. Bu Asan Könüllülər Təşkilatına istənilən kəs könüllü olaraq qoşula bilərmi? Yoxsa burada müəyyən bir şərtlər, məhdudiyyətlər var? Asan Könüllülərinə qoşulmaq istəyən gənclər 16-25 yaş arası gənclər qoşula bilər. Və bu Asan Könüllülərinə qoşulmaq iki yolu vardır. Biri onlayn vasitə ilə, biri Asan Xidmət Mərkəzlərinə yaxınlaşaraq onların öz CV-lərini, şəxsi vəsiqələrini və 3-4 şəklini təqdim etməklə qoşula bilərlər. Və onlayn vasitəsilə də asan100.az saytında bizə qoşul bölməsi var. Oradan hər bir gəncimiz ora daxil olub, oradan onlayn vasitə qeydiyyatdan keçə bilər və onun qeydiyyatdan keçdiyi ərizəyə bir həftə ərzində baxıb cavab veriləcəkdir. Aydındır. Çox sağ ol. Mən ümumiyyətlə söyləyeyim, əziz tamaşaçılar, siz də yəqin razılaşarsınız. Bu könüllülər hərəkatı çox inkişaf etdi Azərbaycanda. Hətta Eurovision vaxtından beri götürək, 2012-ci ildə də könüllülər, xüsusilə bu Avropa oyunlarında bu il nə qədər könüllü məsələnin hərəkatı bizdə qızğın bir şəkildə, yəni belə həyata keçdi. Bax, bugün bu Asan Könüllülər məsələn öz layihələri ətrafında danışırlar. Bu gözəl bir şeydir. Əslində gənclər üçün həm də geniş bir perspektivdir, yeni qapılar açılır, yeni tanışlıqlardır. Yəni bu baxımdan arzu edən insanlar Asan Könüllülərə, gənclər 16-25 yaş arasında artıq dostlarımız qeyd elədi ki, qoşula bilərlər. Mahirlə söhbət eləyək. Mahir, necədir vəziyyət? Yəni bu sözü gedən layihə ətrafında danışacaqsan və yaxud da başqa bir fikrin var bölüşməyə bizimlə, buyur. Mən ümumiyyətcə hər şeyin yaxşı olduğunu demək istəyirəm. Bir də danışacağım əsas könüllülük barədə. Asan könüllü ümumiyyətcə fərdi inkişafa gedən yoldur. Bizim həmişə dediyimiz kimi bu sözü demək olar hər yerdə işlədirik. Asan könüllüsü olmaq gələcəyə investisiyadır mənim fikrimcə. Asan könüllülərini gələcəkdə hansısa bir vəzifədə və yaxud da böyük bir yerlərdə görmək bizim üçün təəccübləndirici olmayacaq. Çünki Asan könüllüsü çox məsuliyyətli bir işdir. Asanda könüllü ümumiyyətcə 2 hissədən ibarətdir. Asan School məktəbi 2 hissədən ibarətdir. Bu Master 1 və Master 2 hissələrinə bölünür. Master 1-də könüllülərimiz Asan Xidmət Mərkəzlərində fəaliyyət göstərir ki, onların da fəaliyyəti əsasən vətəndaşların koordinasiyası, salamlanması, onlara ərizə anketlərin yazılmasında yardımçı olmaq və s. kimi işlər də olur. Sonra Master 2 proqramında isə könüllülərimiz digər dövlət orqanlarında fəaliyyətə cəlb olunur. Məsəl üçün, Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s. kimi yerlərdə. Ümumiyyətcə, bir şey də qeyd eləmək istəyərdim ki, könüllülük fəaliyyəti zamanı həmin o könüllülərə bir qrupa daxil edirik ki, bu qruplar K qrupları adlanır. Hər K qrupu bir tarixi şəxsiyyətin adını daşıyır. Bu tarixi şəxsiyyətlərdən Qara Qarayev, Nəsimi, Nizami və s. Həmin o tarixi şəxsiyyətlər barədə onlar könüllü fəaliyyətlərinin axırında bir təqdimat hazırlayırlar ki, bu da onların Azərbaycan tarixini bilməklərində, vətənpərvərlik ruhunda inkişaflarında daha kömək olur.
Aydındır. Aydındır Mahir. Təşəkkür edirəm. Yəqin ki, ilkin inciməz mən Nuranə ilə bir söhbət edeyim, hə? Bir centilmen olaraq sən öz yerini təqdim elə Nuranəyə. Nuranə, buyur, bir sən bizə məlumat ver. Ümumiyyətlə, bu layihələr, məsələn, dostlar danışdı, onlar necə seçilir, necə müəyyən olunur, hansı mövzu ətrafında, hansı layihə həyata keçiriləcək? Bu barədə əgər bir bilgin varsa, bunu bölüş. Ümumiyyətlə, nə söyləmək istəyirsənsə, eşidək səni də. Hal-hazırda biz bilirik ki, Asan Akademiya layihəsi baş tutur ki, həmin bu layihədə də artıq biz bilirik ki, Asan Könüllülər Təşkilatının təşkilatçılığı ilə və Azərbaycan Respublikasının prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Asan Akademiya ilk olaraq 2014-cü ildə start götürülüb və avqust ayında həyata keçirilmişdir. Hal-hazırda da ikinci dəfə olaraq avqust ayında həyata keçirilir və artıq bir aydır ki, davam edir. Və həmin bu layihələrdə artıq 538 nəfər müsahibəyə, yəni CV göndərdi və onların bəzi uşaqlar 188 nəfəri müsahibəyə çağırılmış və 30 nəfəri bunlar içərisində seçilmişdir. Həmin bu akademiya ərzində layihələr keçirilir ki, həmin bu layihələr də daha çox psixoloji yöndə olur. Misal üçün, birinci həftədə bizdə Orxan Oruç tərəfindən manipulyasiya nədir, beynin necə idarə olunur, motivasiya adlı təlimlər oldu. İkinci həftədə Anar Həsənov tərəfindən keçirildi. Beynin necə işləyir, eləcə də iş həyatında etiket qaydaları haqqında, zamanın idarə olunması haqqında bir sıra təlimlər keçirildi. Yaxşı mövzulardır əslində, təlimlər üçün çox yaxşı mövzulardır. Üçüncü həftə Mahir Qarayev tərəfindən CV-lərin necə yazılması, müsahibələrdə necə iştirak etmək, bunlar haqqında biz təlimlər keçdik. Artıq 4-cü həftədəyik ki, burada da Fazil Həsənov tərəfindən biz təlimlər keçirilir. Layihələrin yazılması, layihələr haqqında, ümumi məlumatlar haqqında biz geniş məlumatlar keçirik və davamlı olaraq hələ ki, artıq bir aydır ki, davam edir və əsas da bunu nəzərdə tutardım ki, təkcə biz siyasi yox, belə deyim, nəzəri yox, həm də praktiki təcrübələr keçiririk. Çünki mən hələ ki, Asan Könüllülərdə könüllüsü olaraq fəaliyyət göstərirəm ki, bu da təkcə orada öyrəndiyim bilikləri həmin bu könüllü fəaliyyətimdə də istifadə edirəm. Bu qədər. Aydındır. Nuranə, sən neçə vaxtdır bu könüllülər hərəkatına qoşulmusan? Artıq 2 aya yaxındır. 2 aya yaxındır. Yəni bu gözəldir. Bilirsinizmi niyə mən bunu deyirəm? Baxın, uşaqlar necə rahat və gözəl bir şəkildə fikirlərini ifadə edirlər. Bunun da böyük bir rolu var da. Yəni siz bir könüllü olaraq müxtəlif layihələrdə iştirak edirsiniz, görüşlərdə iştirak edirlər və istər-istəməz bu uşaqlarda artıq o fikrini gözəl, rahat, səlis şəkildə ifadə etmək kimi bir vacib məsələ də artıq inkişaf edir, özünü göstərir. Bu baxımdan doğrudan da yəni hansı tərəfdən yanaşsan bu könüllü hərəkatı çox yaxşı bir şeydir. İlkin, buyur, bir səni də dinləyək. Sən nədən danışacaqsan? Sizə yay məktəbi haqqında məlumat vermək istəyərdim. Bu yay məktəbi avqust ayının son həftəsində baş tutdu. Bu 3 gün ərzində 60-dan çox könüllü ilə bərabər Azərbaycanın səfalı yerlərindən biri olan Qax rayonunda 60 könüllü ilə ora yola düşdük və orada biz Azərbaycanın siyasi və ictimai xadimləri ilə görüşlər gördük, görüşlər keçirdik. Daha sonra isə Qaxın görməli yerlərinə turlar təşkil olundu. Bu turlarda Azərbaycanın bir çox tarixi qədim qalalarına və digər yerlərə ziyarət etdik. Daha sonra biz bu yay məktəbi ərzində bir neçə təlimlər keçdik. Bu təlimlər içində qrupla necə işləmək olunduğunu və layihələrdə yəqin ki, necə? Layihələrdə necə layihələrin hazırlanması, layihələrin idarə olunması haqqında bizə ətraflı məlumatlar verildi. Bu layihələr əsasında biz özümüz də bir layihələr hazırladıq və bu layihələr hazırlanarkən qruplara ayrıldıq. Bu qruplar Asan Xidmətin loqosunda öz əksini tapan rənglərdən 8 qrupa ayrıldıq. Bunlar vətənpərvərlik, varislik, dövlətçilik, vahidlik, bərabərlik, fərqlilik və şəbəkə və inkişaf qrupları idi. Bu 8 qrupla biz öz layihələrimizi hazırlayıb münsiflər heyətinə təqdim etdik və burada inkişaf qrupu qalib gəldi.
Aydındır. Çox yaxşı. Yəqin ki, bu layihələrin davamı olacaq uşaqlar. Biz sizə uğurlar arzu edirik. Asan xidmətə işlərində uğurlar arzu edirik və təbii ki, bu layihələri hər zaman işıqlandırıb cəmiyyətə təqdim etməyə hazırıq. İlkin Mahir Salman Nuranə. Bizim könüllülərimiz, asan könüllülərimiz, əziz tamaşaçılar. Bugün bu